Hayır, Şəkidən gəlmisiniz? Yox, Zaqatalalıyıq qardaş. Şəkili qız. Zaqatalalı oğlan. Xoş gəlmisən Şəkili qız. Sağ olun, xoşunuza gələk. Şəki nə ilə məşhurdur? Yeməkləri ilə. Hansı yeməkdir o? Makaron. Sən sevirsən demədin? Şəki hansı yeməklə Bir də məşhurdur? Başqa nələr var şirniyyatlardan? şirniyyatlardan şəkər albası ilə. Şəkər albası çox sevmirəm, amma mən Zaqatala olaraq asta sevirəm. Asta da bizdə yoxdur. Başqa şirniyyatlardan nə var? Bamiyəsi var. Bamiyə hardan şəklin oldu? Bu Zaqatalanı var. Şəkin yeməyidir. Mən göz maçandan bamiyə Mən də görürəm, göz şəkin maçandan. yeməyidir. Mən də göz maçandan bamiyə yemirəm. Sizin bamiyazın rəngi, buradakı bişən bamiyaların rəngi qara olur. Tünd olur. Hə, bizdə Biz bişən hələ sevirik bamiyaların də. rəngi amma biraz açıq olur, qəşəng olur. Türkiyədəki kimi. Balaca olur, böyük olur. Balacaları da var, böyüyü də var. Hava özəlləşdirirsiniz. Siz Onu bamiyə araşdırarıq. araşdırarıq onu. Zaqatala hansı yeməklərlə məşhurdur? Buğadizəndə adaşımalı yılan istəyik. Əslində Yemirsən buğadizə? Yemişəm, bəyənirəm. Bizdə buğadizən, qaxac, sürhüllü. Qaxac, mal qaxacı qəşəngdir bir dənə. Qaxaclar zaten Sizdə qaxac olmur? məşhurdur. Yox, olmur. Buranın elə o şeyin xoşuma gəlir ki, məsələn, kənddə qalırdım mən, görürdüm ki, qaxaclar ətləri belə asıbdılar, qurudurlar. Yəni çöldə də yəni var idi, qurudurdular. De xurması falan, xurmanıza da qurudurdular. Sizdə məşhurdur, sizdə də xurma. Bizdə xurma qurutma məşhurdur. Sizdə ən çox deyəsən elə xurma qurusu və Fındıqdır. fındıq. Fındıq deyən kimi Zaqatala ağla gəlir zaten. Yəni bizdə onlar yoxdur məsələn. Belə baxanda Zaqatala mətbəxi daha genişdir. Yəni qəşəngdir. Sizdə də niyə kəlağayı məsəl üçün məşhurdur? Hə, bizdə kəlağayı məşhurdur, ipəyimiz. İpəyimiz məşhurdur. Məsələn, hər bir şəkli kəlağayıya baxanda bilir ki, bu kəlağayı orijinaldır, yoxsa orijinal deyil. Bir ara heç kəlağayıdan istifadə edən olmurdu, amma indi dəbə görə daha çox kəlağayıdan istifadə edirlər. Yaxşı, yemağın şirniyyatını bildik, bəs gəzməli, görməli yerlərdən Şəkiyə gələndə hara getməliyik xey biz? Ən çox elə gələnlər hamısı Xan Sarayına, Karvansaraya gedir. birinci Yəni ən məşhur yerləri oradır. Sizdə məşhur yerlər haraydı? Bizdə məşhur yerlərdən Honzagor yaylağı var, Pərə qalası var. Buralar çox gözəl. Bizdə də yaylaq var. Xan yaylağı. Hə, sizdə də Xan yaylağı var. Sonra var bizdə Qanslar şəlaləsi. Hə, bizdə də Qaynar şəlalə var. Sizdə Qanslar şəlaləsi Bizdə də var. Qanslar şəlaləsi daha curdur. Bizdə Qaynar şəlalə curdur. Gör. Çox gözəl. Sonra avar rəqsləri. Rəqsiz çox məşhurdur və bəyənirəm buranın rəqsləri. Mən oynaya bilmirəm ona görə. Belə boyla o rəqsi oynaya bilmirsən. Deməli sən Zaqatalalı deyilsən. İstedadım başqa tərəflərədir. Rəqsə istedadım olmur. Həm oğlanların oynadığı o şeydə xoşuma gəlir, həm də qadınların. Kəlağayı da taxılır. Kəlağayı ilə görmürəm. Kəlağayını da özəlləşdirməyin də o bizimdir daha. Bamiyyə döndərməyin.